məsələnin həllinə baxaq. C2H6 verib bizə, kütləsini M verib, C3H4 kütlələri M verib. Yəni, hər ikisinin kütləsi bərabər olduğu halda orada olan atomların mol miqdarı da 5,3 olur. Yazaq. M qram C2H6-da atomların sayı X-dir. Amma 30 qram C2H6-da, yəni molyar kütləsi C2H6-nın 12-ni 2-yə vuruq 24, üstünə gəlirik 6. Yəni 30 qramda isə atomların sayı 8-dir. Yəni 2 dənə karbon, 6 dənə hidrogen atomu, cəmi 8 atom. Buradan X bərabərdir 8M bölək 30. Digərini hesablayırıq. M qramda atomların sayı X-dir. Amma C3H4-də isə molyar kütləni hesablasaq 12-ni 3-ə 36, üstünə 4 gəlirik 40. 40 qramda atomların sayı isə C3H4 7 atomdur. X bərabərdir 7M bölək 40. Deməli, biz tapdıq ki, kütlələri bərabər olanda bu maddələrin tərkibində bu qədər atom olur. Bunda nə yazırıq? 8M bölək 30 üstə gələk 7M bölək 40 bərabərdir 5,3-ə. Və buradan həll eləyirik. M-i 12 tapırıq. Deməli, M 12-dir. Qarışığın kütləsini hesablayın. Qarışığın kütləsi nə qədər olur? 24 qram.